Salam, hər vaxtınız xeyirli olsun. Bu günləri düzgün və düzgün olmayan kəsirlər, sonsuz dövrü onluq kəsirlər, adi kəsirlərin onluq kəsirə çevrilməsi, onluq kəsirlərin adi kəsirə çevrilməsi mövzusundan 1-dən 10-a qədər testlərin izahını verəcəm. Başlayaq testlərimizə. Birinci test. Sonsuz dövrü onluq kəsiri adi kəsirə çevirin. Elə bil ki, 0,6'lar davam edir, düzdür? Bu deməli saf dövrü onluq kəsirdir. 0, mötərizədə 6 olmalıdır. Saf dövrü onluq kəsiri kəsirə çevirəndə dövrdəki ədədlərin sayı qədər məxrəcdə 9 yazırsan, surətdə də dövrdəki ədədə yazırsan. 9-da 6. 3-ə ixtisar eləyək, 3-də 2. Bir də cavab A bəndi anandır. 2. 2-də deyir ki, M-in hansı natural qiymətlərində M-də 5 kəsiri düzgün olmayan kəsir olar? Düzgün olmayan kəsir olması üçün surət məxrəcdən böyük bərabər olmalıdır. Yəni M ola bilər 1, 2, 3, 4, 5. Baxaq hansı variantdır? B bəndi 2-də cavab Bakı. 3. 3-də. M-in hansı natural qiymətlərində M-də 4 kəsiri düzgün olmayan kəsirdir? Düzgün olmayan kəsir olması üçün surət məxrəcdən böyük bərabər olmalıdır. 4 böyük bərabər M. M ola bilər 1, 2, 3, 4. Cavab C bəndi. 3C. 4. A-nın hansı natural qiymətlərində bu kəsir düzgün kəsir olar? Düzgün kəsir olması üçün məxrəc surətdən böyük olmalıdır. Deməli, 20 böyük olmalıdır. 7A üstəgəl 6-dan. Gəlin bunu belə yazaq. 7A üstəgəl 6 kiçikdir 20. 6-nı sağ ataq. 20 çıx 6 eləyəcək. 14. A-nı tapanda 14-ü 7-yə bölərəm. 2. Deməli, A kiçikdir 2-dən. A neçə ola bilər? 1 ola bilər. 4-də cavab A bəndi. 5. B ən kiçik sadə ədəddirsə, bu ifadənin düzgün kəsir olması üçün A tam ədədi hansı şərti ödəməlidir? Ən kiçik sadə ədəd 2-dir. Deməli, 2 böl 5 çıx A-dır. Düzgün kəsir olması üçün məxrəc surətdən böyük olmalıdır. Yəni, başqa sözlə 2 kiçikdir 5 çıx A. Və yaxud da 5 çıx A böyükdür 2. Mən indi 5 çıx A böyükdür 2 versiyasıyla yazacağam. Mənfi A böyükdür 2 çıx 5. Mənfi A böyükdür mənfi 3. A-nı tapanda uşaqlar mənfi 1-ə bölürəm. Mənfi 1-ə böləndə işarə dəyişilir. Mənfi 3 bölünsün mənfi 1 eləyəcək A kiçikdir 3. Cavab 5-də C bəndi oldu. 6. Bu kəsirlərdən hansı sonlu onluq kəsir şəklində göstərilə bilməz? Sonlu onluq kəsir şəklində göstərilə bilməməsi üçün mən bilməliyəm ki, sonlu onluq kəsir nə deməkdir? Sonlu onluq kəsir demək, məxrəci ya 2-lərdən olmalıdır, ya 5-lərin hasili olmalıdır, ya da 2 ilə 5-lərin qarışıq hasili olmalıdır. Əgər mən məxrəcdə 2 və 5-dən başqa bir ədəd görsəm, məsələn 3, 7, 6, 4, deməli, o ədəd sonlu onluq kəsir kimi göstərilə bilməz. Məsələn, 16-da 16 4 dənə 2-nin hasilidir. 16 sonlu onluq kəsir şəklində göstərilə bilər. Bu çıxdı. 50 25 vur 2-dir. 25 də 2-dən 5-in hasilidir, olar. 64 6 dənə 2-nin hasilidir, olar. 40 8 vur 5-dir. 8 də 3 dənə 2-nin hasilidir, olar. Amma 36-da uşaqlar fikir verin nə var? 12 vur 3 var. Olmaz. Deməli, və yaxud da başqa sözlə 9 vur 4 var. 9 var, olmaz. Deməli, 36-da 5 A bəndidir. 6A.
Keçdik digər səhifəyə. 7-də 2n çıx 3 bölü 5 adi kəsirinin düzgün kəsir olması üçün n'in ala biləcəyi qiymətlərin cəmini tapın. Düzgün kəsir olması üçün məxrəc sinətdən böyük olmalıdır. Yəni 5 böyükdür 2n çıx 3. Başqa sözlə 2n çıx 3 kiçikdir 5 deməkdir. 2n kiçikdir 3'ü sağa atıram 5 plus 3 8. N'i tapanda 8'i 2'yə bölürəm 4. N neçə ola bilər? 1 olar, 2 olar, 3 olar. Bunların cəmi 6 eləyər. 7-də cavab D bəndi. Daha doğrusu burada bir dənə bir şey baxmaq lazımdır uşaqlar. Adi kəsir deyil. Adi kəsir o deməkdir ki, baxın məsəl üçün 7-də 2, 7-də 3. Baxın, sürət və məxrəci natural ədəd olmalıdır. Mən indi fikir verdim ki, uşaqlar, bu biri burada yenə qoysaq, 2n çıx 3-də 2'yi vur 1'ə 2, çıx 3'ü mənfi 1 eləyəcək. Ona görə bir cavabını götürməyəcəyik. 2'ni qoyanda, 2 vur 2, 4, 4'dən çıx 1 naturaldır. 3'ü də qoyanda 3'ü 2'yə vur 6, 6'dan 3 çıx 3. Deməli, 2 ilə 3 ədədlərini ala bilər 5. Bunların cəmi 5 elədi. 7-də cavab B bəndi. 8. Bu kəsirlərdən hansı sonlu onluq kəsir şəklində göstərilə bilər? Sonlu onluq kəsir şəkillərində göstərilə bilməsi üçün məxrəclər 2 ilə 5-in vuruqları olmalıdır. Məsələn, 36-da məxrəcdə 36'nın tərkibində 3 var. Olmaz. B bəndində bizim cavabımız 12 vur daha doğrusu 3 vur 4'dür. 3 var. Olmaz. C bəndində 5 ilə 2'nin hasilidir. C göstərilə bilər. D'nin tərkibində 3 var. 48 3'ə bölünür. Olmaz. Y'nin tərkibində də 9 var. Olmaz. Deməli, ancaq 32 5 dənə 2'nin hasilidir. Deməli, göstərilə bilərəm. 9. Göstərelim. 7'nin 15'e bölək. 0 tam. 70'in içində 15'i taparam. 4 dəfə. 15'i 4'ə vur 60. 10. Bir dənə 0 özündən düşəcək aşağı. 100'ün içində 15. 6 dəfə. 15'i 6'ya vur 90. Sonra yenə 10 qalır. Bir dənə 0 düşür. Yenə 6 dəfə yerləşir 90. Yenə 10 qalır. Fikir verin, bu 6'lar davam edəcək. Deməli, mən yazmalıyam ki, 0 bölgü bir dənə 4 oldu. Sonra 6'lar təkrarlandı. Cavab elədi B bəndi. 9 Bakı. 10. Kəsirin A'nın yerinə hansı rəqəmlər yazdıqda düzgün olmayan kəsir olacaq. Düzgün olmayan kəsir olması üçün surət məxrəcindən böyük bəbir olmalıdır. Deməli, biz tapmalıyıq ki, belə yazaq. 5A 3 üstü xət böyük bərabərdir 573. A neçə ola bilər? A ola bilər 7, ola bilər 8, ola bilər 9. A bir rəqəmli ədəddir, yəni 7, 8, 9 qoya bilərəm. Onda cavab A bəndi. 7 qoysam, baxın, 573 böyük bərabərdir 573. 8 qoysam 583 böyük bərabər 573. 9 qoysam 593 böyük bərabər 573. Videoma baxdığınız üçün çox sağ olun. Növbəti videolarda görüşənədək kanalıma abunə olun, dostlarınızla paylaşın.